Novruzu Fars sözü deyib, Farsdan bizə gələn bir ənənə ilə bağlamaq nə qədər düzgündür? Baxın, bayaq dedik ki, bunun fonksiyonallığına baxdığımız zaman fərqli bölgələrin, coğrafyaların çox böyük bir həcmdə xalqların hər birisinin bura qatqısı var. Bəlkə də hamısı da çalışır. Məsələn, Farslar bununla bağlı 1001 dastanları var ki, illa özlərinə sahib, bu bizə aid olan bir dəyərdir kimi göstərsin. Türk mədəniyyətinə baxdığımız zaman biz görürük ki, Türk xalqları bunu özünə aid olduğunu söylüyor. Əfqanistandan tutmuş, dünyanın böyük bir ərazisində hər bir xalq bunu özünə aid olan bir bayram kimi göstərməyə çalışır. Madam ki, dünyanın xalqları bu qədər böyük bir kültürü özünküləşdirməyə çalışdığı zaman biz əsrlərdən bəri dədə babalarımızın yaşadığı bir dəyərdən nə imtina etməliyik? Bu bizə nə qazandıracaq? Yəni, bayaq söylədiyimiz kimi, biz baharın gəlişi ilə bağlı bir çox gözəl dəyərlərimiz varkən, bunun qarşısını kəsməklə nə qazanacağıq? Həmin onun qarşısını kəsmək istəyən adam indiyənə qədər neçə insanı bir-birinə barışdırıb, neçə insana çörək verib, nə qədər insana yardım edib, baharın gəlişindəki şövqü, zövqü nə qədər insanlara yaşada bilib? Gəlin, məsələyə Quran-ı Kərim prizmasından, işığından da baxaq. Hücurat surəsi, müqəddəs kitabımızın Hücurat surəsi 13-cü ayə. Bir-birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Gəlin, baxın, bu ayənin işığından bir yola çıxaq. Bəli, biz bir müsəlmanıq. Bizim bir dini kimliyimiz, mənəvi kimliyimiz var. Bizim üçün Allahın kitabı bir həyat kitabımızdır. Onun bizə açdığı pəncərə bizim üçün ən önəmli qaynaq, ən əhəmiyyətli mənbədir. Allah Resulü Aleyhisselatü Vesselam'ın bir müəllim olaraq, bəşəriyyətin bir müəllim olaraq bizə öyrətdiyi dəyərlər var. Bəli, Quran-ı Kərim xalqları, millətləri yaratdığını söylüyor. لِتَعَارَفُوا Bir-birinizi tanıyasınız, dəyərlərinizi öyrənəsiz, bir-birinizə dəyər verəsiz. Çünki hamınızın Rəbbi mənəm deyir. Eyni dildə danışanlar deyil. Yəni o könül dilində danışanlar deyil, bir-birini anlayanlar. Biz də bu həyatımızdakı baş verən hadisələrə o dildən baxaq. Biz insanlarımıza deməyək, siz gedin, məsələn, başqasının evinə qulaq asın. Yəni, dinimizcə bu yasaq bir şeydir. Kimisə evinə gedib busqu qulmaq olmaz. Yəni, gerçəkdən dinimizdə yasaqdır. Yanlış adətdir. Bizim dinimiz bizə öyrətməz ki, kişi papağını aparsın, papaq atsın. Baxın, torba atmağı tərcih edər. Necə yanaşır, dinə baxın. Əgər bir adətin varsa, gözəlini deyir elə. Onu Allah üçün elə. Evini təmizlədiyin kimi könül evini də təmizlə. Dilini təmizlə, gözünü təmizlə, hisslərini təmizlə. Ey insan, sən bu kinlə, bu küdrətlə, bu ədavətlə hara gedəcəksən ki? Yaxşı, 28 ildir bizim Qarabağda bir dəfə tonqal qalandı mı? Bəli. Bir dəfə qurban kəsildi mi? Bir dəfə əzan verildi mi? Amma Şuşanın fatihləri bugün əzanlarını da verirlər. Orada baharın gəlişini də təbiətin ana günüdür bugün, doğum günüdür. Bəli. O gündə ana ilə bir yerdədir insanlarımız. Bəli. Əslində təbiət, ana vətən hardan gəlib bu söz? Niyə mənim deyir gözəlliyimə baxmırsan? Məni yaradanıma şükür etmirsən? Mən baharda başımı qaldırdım. Rəbbimiz bir Camal isminin təcəllisini qoyub. Bayaq söylədik, Əl-Əsmaül Hüsmənin təcəllisi var. Bəli. Baharın içərisində. Biz oradan məsələlərə baxdığımız zaman onda görəcəyik, aman Allahım, nə möhtəşəm bir aləmin içərisindəyik. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem'dən gələn və bugündən çox uyğun gələn bir hədis var ki, siz fəth edəcəyiniz məmləkətlərdə fərqli adətlərlə rastlaşacaqsınız. O zaman İslama zidd olmayan adətlərə toxunmayın. Baxın. Bəli, baxın, pik nöqtə buradır. İnsanlığın qədər ciskini təqdir edən o böyük nəbinin planında, proqramında bu var. Dünya onun üçün bir ev. Gerçək mənada o, dünya məscidinin minbərindən durmuş, insanlıq aləmini gözəlcə oxuyan, qərbindən şərqinə, bütün bölgələrini gözəl şəkildə dizayn edən o gözəl gözləri ilə, o mübarək Peyğəmbərimiz Aleyhisselatü Vesselam kodlaşdırıb, səhabəsinə deyir, onlar da bizə şahdırır ki, siz sabahları fərqli-fərqli coğrafyalara gedəcəksiniz. O bölgələrdəki insanların adətləri var. Onları söküb ata bilməzsiniz.
Ancaq hansı ki İslam'a ziddiyyət yaradırsa, onların işiniz yox. Yəni onlar yox olub gedəcək. Amma qalan gözəl adətləri varsa, onları dəyərləndirin. Bugün İslam mədəniyyətinin içərisinə baxdığımız zaman, gerçəkdən İslam mədəniyyətinin tərkibində Allahın ayələri, Peyğəmbərimizin hədisləri ilə yanaşı, bir də xalqların qatqısını görürük. Gözəl adətlər var. Hətta namazın belə özünün ədasından sonra toplantılarda o bölgənin insanların qatqısını görürük. Onu din kimi təqdim eləmək doğru deyil. Baxın, yanlışlıq buradadır. Hətta canımızın içərisində, iqaməmizin içərisində olan gözəlliklər var. Onu din kimi təqdim etmək olmaz. Onu olduğu kimi söyləmək lazımdır. Yanlışlıqlar buradan gəlir. Bəzən görürsünüz, bahara bidət söylür. Qardaşım, baharla bidətin nə əlaqəsi var? Bidətlər dinin hökmlərinin içərisinə başqa bir şeyi pərçim etdiyin zaman olur. Bir sünnət yıxıldığı zaman bir bidət gəlir. Allah Rəsulunun bir sünnəsini yıxmaq olmaz. Sevgili Peyğəmbərimiz Mədiniyə gedərkən, hicrət zamanında, orada ərəblərin 2 bayramla həşr, nəşr olduqlarını görür. Yəsrib, 10 minə yaxın əhalisi olan bir bölgədən danışırıq. Soruşur ki, bu insanlar burada nə iş görürsünüz? Onlar da deyirlər ki, ya Rasulallah, cahiliyyət devrindən qalmış adətlərimiz var. 2 bizim bayramımız var. Allah Rəsulü deyir ki, baxır onların bayramlarına. Görünür ki, o nübüvvət süzgəcindən keçmir onların adətləri, ənənələri. Allah sizə deyir, daha 2 xeyirli bayram göndərib. Baxın, İslamın 2 bayramı artıq o bölgə üçün yetərli idi. Bəlkə də ərəblərin bağışlarsın, yəni bir milləti həqarət eləmək haqqımız deyil. Amma o bölgə olaraq görünür o gün çox az əllərində dəyər vardı. Çox az dəyərləri varmış. Bu az dəyərləri də Allah Rəsulü sahib çıxıb, amma onlara daha zəngin bir dəyər aşıladı, verdi. Onunla da artıq o insanlar qurtardı. Çünki onların düşüncəsində çox təəssüflər olsun ki, hələ də o mərəz bu günə qədər gəlib. Ərəb şuurunda qəbiləçilik var. Milli düşüncə yoxdur. Ümmət şuuru yoxdur. Yəni, mənim qəbiləm, Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ın gəldiyi də 20-yə yaxın qəbilə var. Dəsə bilirsinizmi? Hər qəbilənin özünün ilahı var. Hər qəbilənin özünün bütləri var. Hər qəbilənin özünün hökmləri var. Dəsə bilirsinizmi yəni? Təsadüfü deyil ki, Quran-ı Kərim məhz həmin bölgəyə gəldi. Və Quran-ı Kərim həmin bütləri sındırır. Bəli. Həmin şirk bataqlarını qurudur. Həmin küfür bataqlarını qurudur. Və o bataqlıqların içərisindən insanlığa müəllimlər çıxarır. Və kimin əli ilə? Həzrəti Muhammed Mustafa'nın əli ilə. Biz bu günləri belə deyək, bu qədər şirk, küfür, nə bilim, acı, həqarətli kəlmələrdən daha ziyada kaş dilimizi daha gözəl kəlmələrə yönəltmiş olsaydıq, dinimizi təbliğ etmək. Bunu çatdırmaq. Yəni biz hidayəti verəcək bir insan biz deyilik. Amma Allah əgər birimizin əli ilə kiməsə hidayət verəcəksə, nə gözəl. Bir həkim təsəvvür eləyin, qarşında xəstəsi var. Xəstəsinə dərman verəndə deyir ki, sən dərmanı almasan öləcəksən. Çökəcəksən. Baxın, fikir verirsiniz. Bunu istifadə etməsən, dediyim kimi etməsən, həyatın pərişan olacaq, iflic olacaqsan, falan olacaqsan. Bir də var ki, xəstəsinə gözəl bir şəkildə bu dərmanlar bir vəsilədir. Sənə şəfanı verən Allahdır. Zaten Peyğəmbərimiz Aleyhisselam hər dərdin dərmanı var söyləyib. Sən inşallah bunları da qəbul edərsən, sıxıntılarından uzaq olarsan. Baxın, 2 cür yanaşma var. Biri insanı şahlandırır, ümid işıqlarını yandırır, o ümid bürçlərini inşa edir, digər də insanın o Kəbə evini başına çöküzdürür. İslam dinində haramlar azdır. Bəlli haramlar var. Allah Resulü haramlar bəlli, halallar bəlli. İnanın, haramların içərisində Novruz yoxdur. Şirkin içərisində şəkər burada yoxdur. Gerçəkdən yoxdur. Bizim əcdadımız gör nə böyük təfəkkürə malik olub bizim nənələrimiz ki, onlar kainatın modellərini mətbəximizə qədər gətiriblər. Əslində dərk çıxartmaq üçün gətiriblər. Biz isə bu gün bilirsiniz nə edirik? Şəkər bunları yeyirik. Gerçəkdən bizə dadlı gəlir. Onlar o niyyətlə yanaşmayıblar. Günəşin rəmizini yerə gətirib tonqalı orada qalamaqda günəşi yerə endirib.
Allahın ayəsi ilə tanış olublar. Burada niyyətdən çox şey asılıdır. Baxış bu İnnəməl aməlu bin-niyyət. Bəli. Gəldi, çıxdıq işin hansı hədəfinə. niyyətlə yanaşırsan, Eyvallah. hansı baxışla baxırsan. Bəli. Yəni bu günləri nə tonqala, nə o şəkər buraya, nə o paxlavaya, nə bilim Novruzun o əlamətlərinə sitayiş edən, onlara büt kimi baxan mən müsəlman tanımıram, ümumiyyətlə insan tanımıram. Bugün Solmaz xanım bunlar özü- dəyərlərdir. Dəyərlər. Milli Təsəvvür dəyərlərimizdir. edirsiniz, bu günləri məsələn biz bayramı açığı belə deyək, bu illəri fərqlidir. Yəni bu gün bu qədər şəhid ailələrimiz varkən Bəli. biz belə şəkər bulalar, paxlavalar deyə bunun da məddahlığını etmək fikrimiz yoxdur. Amma Qətiyyən. tariximizdə, ənənələrimizdə var olan bir şeydən bəhs edirik biz. Dəyərimizdən danışırıq. Məsələn, bu günləri o barıt qoxuyan səngərlərdə, gecə-gündüz soyuqda, şaxtada. O əsgərlərimiz əgər isti bir yeməklə, bu gün baharın günüdür. Biz də sizi seçdik evlatlarım. Gedilib onlara gözəl bir qida verilirsə, yemək verilirsə, onlara sağ olun bizim aslanlarımız deyilirsə, bunun harasındadır şirk? Əlbəttə.